Bunların inkişafına heç bir iş görülmür. İcra hakimiyyətləri rayonlarda iş yerlərinin açılmasından bağlı heç bir addım atmır. Elə məsələn Qaradağda məsələn icra hakimiyyəti axırıncı hansı iş yerini açıb? Hansı bir təşəbbüsdə bulunub? Oturub orada kubik satanlardan pul alır və salam. Başqa heç bir işi yox. İqtidara təşəkkür eləməliyik ki, son 30 ildə bizə qaz verib, su verib, işıq verib, asfalt çəkib. Qaloşdan çıxmışıq. Adorun asfaltı da yaxşı dedin yəni, sən. sağ olun. Yəni, o da hələ nə gündədir, başqa məsələdir. İndi o yollar nə gündədir. Azərbaycan, baxın, rayondan çıxsan Bakıya gəlinə qədər elə bilirsən ki, dövlət yoxdur. İşıq yox, xəttənmə yox, yollar çalalı. Bizi biabırçılıq var. Buradan elə bir məqamdan istifadə edeyim. Aynəyə də, o dövlət agentliyinə də. Qardaş, bu işıq dirəyini neyinirsiniz? Nə məqsədlə istifadə edirsiniz? Elə yollar var ki, dirəyi də bastırırlar, işığı vermirlər. Qardaş, sonra da avtomobildə kimsə qaza tökdü, qəzadır da. Niyə qaz olmalıdır? Bu işıq nədir ki, qardaş? Külək enerjisi var, günəş enerjisi var. Magistral maşınların öz işığı hesabına yollarının işıqlandırılması yox dərəcəsindədir. Biabırçılıqdır. Bu ayıbdan o tərəfədir. Afrikanın banan ölkəsində belə ayıb, biabırçılıq yoxdur. Azərbaycan bizdə 8 gigabayt həcmində günəş külək enerjisi alacaq və ölkənin onun nə dəxli var 8 gigabayt yolun qırağına bir dənə lampa qoymaq böyük bir şeydir. Yəni o bizi 50-ci yola görə o da nağıldır. Allah bilirlər datalar verir. Biz sənətə hər hansı bir məmur məsuliyyətsiz. O demək deyil ki, biz sənətə biz deyirik ki, yəni mən buradan deyirəm hər şey siz təyin edirsiniz. Sizin ideal iqtidar təyin edir də.